بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على عبده ورسوله محمد وعلى آله وصحبه أجمعين. Ben de salamlayıram hər kəsi və təbrik edirəm hər iki tərəfi. Allah Teala xeyirli bərəkətli eləsin. Və mən də dua edirəm. Barakallahu ləkə və baraka aleykə və cəməə beynəkumə fi xeyr. Allah Teala xeyirli eləsin, bərəkətli eləsin. Hamımızı xeyir üzərində cəm eləsin. Həmçinin burada olan bütün qardaşlarımızın övladları üçün gözəl məclis, xoş güzaran, xoşbəxt həyat istəyirəm Allah'tan. Allah Teala hər bir valideynin qapısında, həyatında övladı üçün xeyir iş eləsin, kömək olsun. Çünki mən elə başa düşürəm ki, valideyn kimi övladın sevincinə sevinən yoxdur. Övlad qədər də valideyni sevindirən ikinci bir şey yoxdur. Və həmçinin də övladın kədərinə valideyn kimi kədərlənən yoxdur. Və həmçinin də övladı valideyni övlad kimi kədərləndirən heç nə yoxdur. Allah Teala'dan istəyirəm ki, Allah Teala bu gözəl övladları, bu gözəl necə deyərlər, cəmiyyəti xeyir üzərində cəm eləsin. Və təbii ki, insan təbiətində naqisdir. İnsan naqisdir. Allah Teala buyurur ki, "Xuliqal insanu zəifə." Allah insanı zəif yaradır. İnsan zəifdir və naqisdir. Lakin yavaş-yavaş kamilləşir. Yavaş-yavaş kamilləşir, yavaş-yavaş örgənir, yavaş-yavaş nəyəsə nail olur. Allah Teala bizi anamızın bətnindən heç nə bilməyən halda çıxardır. Allah Teala buyurur ki, "Əxracakum min butuni ummahatikum la ta'lamun şey'a." Allah Teala sizi valideynin, ananızın bətnindən heç nə bilmədiyiniz halda çıxartdı. Allah Teala bizi sonra öyrətdi, sonra bizə göz verdi, bizə eşitmək üçün qulaq verdi, bizə qəlb verdi, duyaq. Sonra bizə öyrətdilər ki, bu nədir, bunun adı nədir, bu əmidir, bu dayıdır. Əgər bizə deməsəydilər ki, böyüklərimiz, sən filan ildə doğulmuşsan, biz bilməzdik haçan doğulmuş. Yəni, insan bu qədər naqisdir. Əgər məsələn deməsəydi valideynin ki, sən məsələn 1900 filanıncı ildə, filan ayın, filan günündə anadan olmuşsan, biz bilə bilməzdik. Yəni, insan naqisdir, insan kamil bir varlıq deyil. Ona görə onda kamilliyi axtarmaq xatadır. Yəni, insan insanda kamilliyi axtarmaz. Məqsəd nicat tapmaqdır. Yəni, naqis olsaq da belə nicat tapmaqdır. Allahın əzabından, Allahın imtihanından, Allah Teala'nın huzurunda nicat tapmaqdır. Amma kimsə kamillik axtarırsa və kamillik üçün çalışırsa, xatadır. İnsan kamillik üçün çalışmır. İnsan nicat tapmaq üçün, qurtulmaq üçün çalışır. Ona görə insan daima xataya, səhvə məruz qalır həyatda. Və bu onun zəifliyindəndir. Lakin Allah Teala onu tövbə ilə ruziləndirir. O tövbə etdikcə, qayıtdıqca, Allaha döndükcə Allah Teala ona nicat verir. Allah Teala o xata üzərində onu qınamır, onu sıxmır. Necə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm وَأَمَّا مَنْ اُوْتِيَ كِتَابَهُ بِيَمِينِهِ O zaman ki, o kəs ki, kitabını sağ tərəfindən götürəcək فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا
o yüngül bir hesap olunacaq. Ayşe radıyallahu anh dedi ki, ey Allah Resulü ve Peygamber sallallahu aleyhi ve sellemin həyat yoldaşlarından biri dedi ki, ey Allah Resulü necə yüngül hesap olacaq? Ve Peygamber sallallahu aleyhi ve sellem buyurdu ki, ona ərz olunacaq. Ərz olunacaq ki, Allah Teala diyecek ki, ey kulum, yani ey falan kes. Sen falan şeyi etmiştin, sen falan şeyi etmiştin, sen falan şeyi etmiştin. Yani demek istiyor ki Allah Teala, ben bilirdim. Seni bu şeyler üzerinde kınamıram. Lakin tövbe ettiğine göre, yaxşı əməli pis əməldən sonra etdiğine göre, Allah Teala bu kinlər həsənət, yudhibnə seyyət, yaxşı əməllər pislikləri aparır. Və Peyğəmbər s.ə.v bu ki, ət-təybu minəd-dənbi kəmən lə dənbələ, günahdan tövbə edən, günahı olmayan kimidir. Ve başka ayda Peygamber, başka hadiste Peygamber s.ə.v buyurur ki, ət-tövbətu yecubbu mə qablə, tövbə özündən qabağı silir. Bəzi hadislerde gəlbəli İslam özündən qabağı silir. Ve buyurur ki, ey Ayşə, bu ərzdir. Allah Teala ərz eləyəcək. Yani kuluna ərz eləyəcək ki, ey kulum, sen naqissən. Sənin əməllərin naqisdir. Sənin xətaların var, lakin rəhmət axtaran, rəhmət istəyən olduğuna göre, Allah Teala'dan əlini üzmədiyinə göre, mən sənə bağışlayıram. O bütün insanların qarşısına çıxarılacaq, sanki hiçbir şey etməmiş kimi Allah Teala onun cənnətinə salacaq. Bəzən biz qarşımızdakı insandan kamillik axtarırıq. Xüsusən də evdə. Kişi elə düşünür ki, qadın kamil olmalıdır. Hər şey gələn kimi belə olmalıdır, elə olmalıdır. Və ya əksinə, qadın elə bilir ki, kişi belə olmalıdır, belə olmalıdır. Hansı ki, onun təsəvvüründə canlandırdığı bir şey var, lakin bu xatadır, bu səhvdir, bu yanlışdır. Lakin tənbih eləmək olar, nəsihət eləmək olar. Necə şeyx buyurdu bundan qabaq, səbəbləri və tövsiyələri onlara yapışaraq, amma kamilliyi axtarmaq, amma kamilliyi gəzmək, bu xatadır. Kamil Allah Teala'dır. Və o nəyə kamillik veribsə, onlar kamildir. Allah insana kamillik verməyib. Allah dinini kamil edib. El-yevmə əkməltu ləkum dinə. Bugün sizin dininizi kamil etdi. Dinimiz kamil olmamışdan qabaq hələ kamil değildi, naqis idi. Ayələr nazil olurdu, Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərlə ayələri şərh edirdi, hələ tam değildi. Gelmiş hər bir ayet, deyilən hər bir hədis öz həddi zatında kamildir. Amma din kamilləşməmişdir. Allah kamilləşdirdi. Və o bir dini bizə razı qaldı. Və bizə İslamı sevdi və seçdi. Lakin başka şeylərə kamillik verməyir. Mesela insan kamil değil. Ona göre Allah Teala buyurur ki, "Entum eşeddu halqan emis-sema banaha." Siz mi şiddetli yaratılışla yaratılmışsınız, yoksa semalar mı? Hansı ki Allah onu bina edib. Tabii ki semalar. Yani insan çalışmalıdır ki karşısındakini başa düşə, o anlaya ve üzürləri qəbul eləyə ve üzürləri götürə. Tabii ki qəbul üzürləri, yalandan üzürlər yox, qəbul olan üzürlər. Allah Teala buyurur ki, "Bədəl insanu ala nefsihi basira ve lev elqa ma'adira." İnsan özü özünü görür, tanıyır, hətta üzür getsə bilir. Lakin madem ki adam üzür değil, üzür deyir və üzür getirir və sən başqa işlə deyə bilmərsən, başqa işlə yox dərində qəbul elə. Və çox axtarma, sıxma. Çünkü kim yer üzərindəki insanlarla necə davranırsa, qiyamət günü Allah da onunla elə davranacaq. Kim sıxacaqsa sıxılacaq. Kim rəhm etməyəcəksə rəhm olunmayacaq. Kim rəhm edəcəksə rəhm olunacaq.
Kim keçəcəksə keçiləcək. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "İrhamu men fil ardı yerhamukum men fis sema." Yerdə olanlara rəhm edin ki, göydə olan da sizə rəhm etsin. Rəhmət muamilə növlərindən bir növdür. Muamilə, yəni davranış, insan bir şeylə davranışına muamilə deyirlər, davranış. Davranış üç cürdür, zülm, hansı ki o haramdır, Allah onu özünə belə haram edib. İkinci, ədalət, haqqı nədir, onu verirsən. Üçüncü, zülm, üçüncü, rəhmət. Rəhmət haqq etdiyindən artıqdır. Rəhmətlə davranış haqq etdiyindən artıq. Hansı ki biz uşaqlarımıza qarşı, bəzən ailədə, evdəkilərə qarşı o cür davranışla davranmağa çalışırıq və istəyirik ki, hamı qardaşlarımız da bu davranışdan yararlansınlar, istifadə etsinlər və heç kimdə kamillik axtarmaz. Əl-kəmalu lillah. Kəmal Allaha məxsusdur. İnsan isə xətakardır, naqisdir, kullu bəni Ədəm xətta, hər bir Adəm evladı xətakardır. Və xeyrul xəttainə təvvabun, ən xeyirli xətakarlar da tövbə edənlərdir. Yəni biz xətakarıq, lakin xətakar olaraq necət tapacağıq inşallah. Biz kamil olmaq üçün deyil, nicət tapmaq üçün çalışırıq. Onsuz da kamil ola bilməyiz. Amma nicət tapa bilərik. Allahdan istəyirəm ki, Allah Teala bizi nicət tapanlardan etsin. Necə Fironun yoldaşıdır ki, Rabbi, Allahım məni nəccini min Firavunə və əməlihi. Məni Firondan və onun əməlindən qurtar. Və nəccini minə qovmi zalimin. Məni zalim qövmündən qurtar. Allah Teala bizə nicat verən qullarını eləsin və sallallahu nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira.